Salam. Həyatda ən önəmli məsələlərdən biri dostluqdur. Kimlərlə dostluq etməyək? Mən istəyirəm bu prizmadan bu mövzuya baxaq. Kimlər bizi dala salır? Kimlər bizim enerjimizi alır? Kimlər bizi həyatdan küstürür? Çünki dost məfhumu çox önəmlidir. 10 xarakter yazmışam. Bu 10 xüsusiyyətli insanlarla əzizlərim dost olmayaq. Deməli, əziz dostum, mən bu gün gəlib sənə deməyəcəm ki, misal üçün narkomanla dostluq eləmə, alkaş adamla dostluq eləmə, oğru ilə dostluq eləmə. Bunları bilirsən, yəni bunların insan həyatına vurduğu ağır zərbələri bilirsən. Ona görə mən bu mövzuya girməyəcəm. Mən olar ki, bəzən diqqətsizlik eləyirik, bəzən elə bilirik ki, elə də ciddi bir şey deyil, amma çox ciddidir. Yəni bizi dala sala bilər, onları sayacağım. Və çox da uzatmıram məsələni, çünki 10 dənə xarakter sizin üçün bu gün deyəcəm ki, onlardan uzaq qalın. Birinci, uzaq qalacağınız insan güvənilir olmayan insandır. Yəni bir adamdır ki, sən onun yanında bir söz danışırsan, sonra gedib peşman olursan, deyirsən, ay Allah, mən filan kəsin yanında filan sözü dedim. 100% gedib başqasına çatdıracaq. 100% gedib filan yerdə deyəcək. Ya sabahları bir yüngül davada mənim üzümə vuracaq, cəmaatın yanında məni biabır eləyəcək. Güvənmirsən, yəni bu adama güvənmirsən. Baxın, güvənmədiyiniz insanla məsələni həll edirsiniz. Ya fasilə özü saxlayırız ondan. Ya görürsünüz ki, yox, bu məsələn elə adam deyir ki, mən bundan dərin dostluq eləyəm. Dayaz dostluqla kifayətlənir. Dərin dostluq elədiyiniz adam gəlir güvənilir ola. Səbəb bilirsiniz nədir? Biz istəsək də, istəməsək də. Dostumuzun yanında özümüz olacaq da. Yəni bir müddətdən sonra insan davamlı özün rəsmi, ciddi apara bilmir ki. Yəni bu olan bir şey deyil ha. Sən necə ailənin yanında rahatsan, relaxsən, dostun da yanında elə olacaqsan. Yəni istəyirsən özün olasan. Yoxsa ondan niyə dostluq eləyirsən ki? Məyər sən işçündür ya müdirindi, sən onun yanında ciddi davranışlar eləyirsən. Dostdur da. Adam dostun yanında özü olmaq istəyir. Özün olduğun zaman gərək şəxs də güvənilir adam olsun. Güvənmədinsə, onunla dostluq eləmə. Bu birinci məsələ. Yəni, birinci xarakter. İkinci xarakter, o adamlarla ki, bir gün soyuqdur, bir gün istidir. Yəni, biz buna nə deyirik? Azərbaycanda bəzən deyirlər, filan kəs ki, dəmdəməkçi adamdır. Dəmdəməkçi adamdan dost olma. Yəni, bir adam ki, bir gün səndən çox yaxşıdır, mehribandır, zəng vurursan, elə danışır ki, elə bilirsən ki, ya sən bunun həyatında ən önəmli adamsan. Dostundur, dostdur da, dostdur. Sonra bir görürsən, 3 gün sonra zəng vurursan, ya zəngüyə çıxmır, ya sənlə o qədər ciddi danışır, sən deyirsən, yəni mənim dostumdur bu, belə niyə danışır? Belə adamlardan ümumiyyətlə fasilə saxlıyoruz. Yəni bunlar sizi incidəcək. İndi bunların bir sıra psixologiyada adları var. Bunlar bəzən bipolar şəxsiyyət pozuntusu deyirlər bunlara. Ya borderline termini var. İndi bunların fərqi budur ki, bipolarda deməli, görsən 3 ay çox yaxşıdır. Yəni yüksək enerji mani deyirlər də, çox yüksək enerjisi var, əladır, gəlir səni bağrına basır, səni mindirir maşına gedək, gəzək, ya çağırır, zəng vurur, gedək, nə bilim, alış-verişə, o qədər sənə enerji verir, sən deyirsən, bu əladır ki, bu mənim dostum, mənim həyat enerjimdir. Sonra ikinci 3 ay, ikinci 4 ay ümumiyyətlə səndən danışmır, səni yormağa başlayır. Bax, belə adamdan uzaq qalın. Ya bəziləri borderline deyirlər, məsələn, günün yarısı səndən normaldır, əladır, superdir. Görürsən günün digər yarısı ümumiyyətlə başlayır səndən soyuq davranmağa. Yəni bunların bəziləri psixoloji şəxsiyyət pozuntuları da var. Amma mənim sözüm budur ki, sən həyatda özünə dost qazanasan da, sənə lazım deyil ki, elə hər kəslə ki, müəyyən bir problem var, eyb yox, onda özündən asılı deyil. Yox, özündən asılı deyil, hörmət elə ona. Şəxsiyyətin qoru, kömək ol. Amma dost yox da lazım deyil də hər kəsdən dost olasan. Üçüncü, kimlə dost olma? Xəsis adamla. Əzizim, bir adam ki, ürəyi gəlmir sənə pul xərcləməyə, varıdır xərcləmir, onunla niyə dostluq eləyəsən? Ya gələksən özün də xəsis olasan ki, 2 dənə xəsis bir-birinizin yanında dost olun, getsin.
O lazımdır. Əgər elədirsə eybi yox, ol. Amma yox. Sən özün əl açıq adamsan, ürək açıq adamsan, xərcləyən adamsan. Bir dəfə xərcləyərsən, restorana getdin, sən şot verdin, kafeyə getdin, sən xərcləyirsən, nə bilim, borc məsələsində sən həmişə verirsən. Ondan sənə heç bir şey gəlmir. Heç bir dənə adi Allahın şokoladını da sənə verməyə ürəyi gəlmir. Ya verir, onu yadında saxlayır. Belə adamla ümumiyyətlə dost olmuyor. Yəni bir adam ki, sənə qarşı pul xərcləməkdə xəsisdir, yəni sənə lazımı dəyəri vermir də. Lazımı dəyəri versə mütləq eləyər. Baxın, söz buradadır. Yəni hər şeyin bir açıqlaması var da. Xəsisdir çünki ürəyi gəlmir. Yəni səni o miqdarda görmür ki, sənə xərcləsin. Bəziləri var, özünə yaxşı da xərcləyir ha. Yəni özünə, əyin başına, öz yeməyinə, içməyinə. Amma dostluqda görsən, əli möhkəmdir. Bu yaxşı dost olmur. Ən azından bu adamların dostluğu yaxşı olmur. O belə adamlardan mən deyirəm ki, həyatda uzaq qalın, dost olmayın. Dördüncü məsələ kimlərlə dostluq eləməyin? O adamlar ki, nə deyirsən xətrinə dəyir. Yəni, bəzi adamlar var, adi bir söz onları qırır. Gedir evdən zəng vurur. Filan kəs, sən o filan yerdə mənə bir söz dedin ha, mənim çox qəlbimə dəydi. Bir dəfə olar da, bir dəfə normaldır. Ya gedir mesaj yazır 2 gündən sonra. Ay sən filan yerdə filan hərəkət elədin, mənə toxundu. Ya adam içində bir söz deyirsən, o dəqiqə cavabı verir ki, bu söz mənim qəlbimə dəydi, ya bu mənə hörmətsizlik elədin. Belə adamlarla ki, hər nə onlara toxunur, hər nə onların xətrinə dəyir, onlardan dostluq eləməyin. Hörmətlərini saxlayırız, nə bilim, uzaqdan uzağa salam-kəlamızı eləyiz, amma dost kimi dostluq eləmiyoruz. Çünki sizi deyirəm, əldən salacaq, yoracaqlar bu cür adamlar. 5-ci, kimlərlə dostluq eləmiyoruz? Paxıl adamla. Nə mənə? Paxıl burada məqsədim nədir? Həsadəti olan insanla. Bu mənaya. Yəni, qısqanc insan. Sən dostsan da, indi bir dənə uğur qazanmışsan, ilk şey eləyəcəyin ilk şey nədir? Telefonu götürəsən, zəng vurasan, filan kəs, bir gün də mən ev aldım, maşın aldım, ya filan yerə vəzifəyə təyin olundum. Görsən o, onu başlayır əl-ayağı əsməyə, ağzı əsməyə, yanındadır, qısqanclıqdan başlayır pisləməyə. Bu maşın yaxşı maşın deyil. Bu ev çalmısan, bu ümumiyyətlə yaxşı yerdə deyil. Davamlı negativ. Və bilirsən, məsləhət üzündən eləmir ha, qısqanclıqdan eləyir. Sən o qazancından, uğurundan ləzzət ala bilmirsən artıq. Niyə? Çünki dostun davamlı o negativ enerjini ötürür sənə, parazit vurur. Belə adamla deyirəm də, baxın, məsələn, o çox önəmlidir ya. Bu adamla da dostu olma. Yəni, çalış olmadı. Yəni, qısqanc adam səni heç vaxt stimul verəcək şəkildə, sənə o həvəsi verməyəcək, o enerjini verməyəcək. Əksinə, elə bir cür istəyəcək sənin uğurundan azadsın, hətta sənin inkişafına mane olsun. Yəni, özündən də asılı deyil, yazığın özündən də asılı deyil. Qısqanc adamdır, həsadəti var. Sadəcə sən özü gərək qoruyasan. 6-cı xüsusiyyət çox önəmlidir bu da. Mənfəət tələb adamlardan dostluq eləmə. Bir də görürsən ki, baxın, bir il sonra zəng vurur, mənə güya dostdur da, məsələn, neçə illə dost olub, indi bilirsən, 6 ay sonra, 3 ay sonra tapılıb zəng vurur. Filan kəs, salam, necəsən, sən də sevinirsən, nömrəsini görürsən, filan kəs mənə zəng eləyib. Ürəyin açılır, başlayırsan, əla, qardaş, ya xanımca, bacı, hardasan, bəs yoxsan. Danışır səndən, 5 dəqiqədən sonra görürsən, o şey ki, zehnində var, onu istəməyə başlayır. Zəng vurdum, əvvəl səndən istədim düzü keyf əhval eləyəm, amma filan şey ehtiyacım var, onu mənə düzəldə bilərsən, ya filan şey həll edə bilərsən. Nə oldu? Qabaq o 5 dəqiqə söhbət elədi ya səndən. Tamam, artıq sən ürəyində deyirsən ki, əvvəlcədən lap zəng elə deyən ki, filan kəs, nə fikirləşsən, amma mənim belə bir ehtiyacım var, zəng eləmişəm səndən, əgər eləyə bilərsənsə, mənə bu kömək ol. Nəinki özü elə aparasan, güya darıxmısan mənim üçün. Darıxmısan, mənə zəng eləsən, kəfəfval eləməyə. Sonra da məlum olur ki, yox, sən əslində başqa şey üçün zəng eləmişsən. Hətta bəziləri
biraz da zirəngi olurlar. Birinci zəng eləyirlər, nə edirlər? Birinci zəng eləyirlər, səndən bir 10 dəqiqə qəşəng kefafal eləyirlər. Sən deyirsən, sağ olsun. Hətta gedirsən 5-6 yerdə deyirsən, filan kəs zəng eləmişdi, çox sevindim, ürəyim açıldı. 3 gün sonra zəng eləyir, o istəyin ki, elə əvvəlcədən məqsədi bu idi. Ki, sənə buna görə zəng eləyib. Sadəcə öz nəzərində bir manipula eləyir də, yəni bir tələ qurur sənə. 3 gün sonra zəng eləyir. Sən deyirsən, bu əslində görürsən məni heç mənə görə axtarmırmış, buna görə imiş. Bu cür adamlardan da dost olma. Yəni mənfəət üçün səni istəyirlər. Faydalanmaq üçün istəyirlər. Bu günləri səndən faydalanırlar, varsan səndən yaxşıdırlar. Özün də bilirsən, baxın, biri var, sən deyəsən ki, eybi yox, qoy faydalansın, o ayrı. Onu özün bilərsən. Amma yox, sən deyəsən, niyə məndən faydalansın ki? Dostluq odur ki, mən də ondan faydalanım, o da məndən faydalansın, mən də ona xeyr yetirim, o da mənə xeyr etsin. Nəinki elə o məndən faydalansın. İnciyi də insan özünü pis hiss eləməyə başlayır. Deyir, niyə? Xeyr olaq. Elə mənə işi düşəndən düşənə zəng edir. İşi düşəndən düşənə mənə axtarır. Dostluq eləməyib, yox, tanışın olaraq qalsın. Sənə tanış, dost adı qoyma. Çünki dost adı qoyanda inciməyə başlayacaqsan. Səndə də bir gözlənti yaranacaq axı. Deyirsən, dostdursa, mənim də bir sürü intizarlarım var. Deyirən, eybi yox da, indi tanışdır, işi düşüb. Ya kömək eləyərsən Allaha xatir, eləyərsən. Ya eləməzsən, o da artıq öz işindir. 7-ci, kimlə dostluq eləmə. Bəzi adamlar mən görmüsən də 100% hər biriniz bunu müşahidə eləmişsiniz. Səndən çox yaxşıdır. Əla. Nə deyirsən, hətta razılaşır, sənə diqqətlə qulaq asır, hətta bəzən deyir, yox, düz deyirsən, yox, sən çox maraqlı deyirsən, yaxşı deyirsən. Amma kifayətdir, 3-cü şəxs gəlsin. Ya bir qonaqlığa düşəsiniz. Artıq sənə qarşı tam bir zid mövqedə durub, nə deyirsən inkar eləyir, nə deyirsən sənin əks-süə deyir. Bir anlıq özündə deyirsən, ilahi, bu mənim dostum deyil. Bu normalda hər şeydə məndən razılaşmır. Mən demir amma sənin dostun ilə səndən hər şeydə razılaşsın. Amma mən deyirəm ki, o dost ki, 3-cü adamı görəndə, ya nə bilim bir qonaqlığa düşəndə, ya bir ciddi bir yerdə başlayır səndən zid mövqedə durmaq, o dost deyil. Dost dediyin səni təyid eləyər, səni təsdiqləyər. Ən azından razılaşmadığı yerdə bir sakit qalar ki, adam içində dayında dostumun çox üstünə getməyim də. Mən görmüşəm ha, mən bax belə, mən bunları sadaladıqlarımı demək olar ki, hamısını görmüşəm sizə deyirəm. Məsələn, bu dost da varımdır, yəni olub həyatımda. Normalda məndən hər şey əla, razı. 3-cü adam gələndə tamam mövqe dəyişir. Bunlardan da dost olmuyor. 8-ci tez deyib keçirəm, çünki istəmirəm vaxtı çox tutam. Əsəbi adam. Əsəbi adam, yəni hər şey özündən çıxan, birdən aqressivləşən, bu adamla da dost olma deyirəm sənə. Niyə? Belə adamlar, sən istəyirsən halın yaxşı olsun da, özünə niyə dost seçmirsən ki? Bir adam səndən desin, gülsün, pozitiv olsun. Sən əli bura vursan əsəbləşir. Maşın orasına vursan özündən çıxır. Nə bilim, evinə gedirsən, gec gedirsən bir cür əsəbləşir. Tez gedirsən bir cür əsəbləşir. Bu əsəbi adamlarla dost olmaq məsləhət deyil. Hə, indi deyilən neynəsin, özündən asıdır, özün bilərsən. Amma mənim tövsiyəm budur ki, sən ona ən yaxşı xeyir verə biləcəyin bu olar ki, ona müraciət verdir həkimə. Deyirəm, qardaş, bacı, get həkimə, get müalicə al, bu əsəbi özündən uzaqlaşdır, get psixoloqun yanına, get nə bilim bir ruhanidən dəstək al, bir mənəvi insandan dəstək al. Bu yavaş-yavaş əsəbi özündən uzaqlaşdır. Amma nə qədər əsəbidirsə, sənə zərər vuracaq. Qonaqlığa aparacaqsan, orada bir dava çıxardacaq. Səfərə gedəcəksən, dost odur ki, ondan səfərə çıxasan da. Səfərə çıxacaqsan, bir dava çıxardacaq, sən də deyəməyəcəksən ki, yox, öz bilər, öz işidir. Dostum da deyəsən, gedim müdafiə edeyim, yanında olum. Ən azından ayırım. Davamlı sənə problem çıxardacaq. Hədisdə də var ki, bütün şərlərin açarı əsəbdir. Əsəbi adam səni də şərə salacaq, özdəki şərrin içindədir. Bax, bu da 8-ci xüsusiyyətdir. 9-cu, məsuliyyətsiz adamlardan dostluq eləmir. Yəni, sən bir iş tapşırırsan, əgər dostdursa, deyəcək, oldu, arxain olursan, deyəcək, o eləyəcək.
Nəinki mən iş tapşırıram, bilirəm eləməyəcək ya arxayın eləyib sənə, amma məsuliyyətsizdir. Bir dəfə, iki dəfə. Gəl filan yerə, gedmirsən, oturmuşsan, gəlməyib. Ay hardasan, yadımdan çıxdı. Bir dəfə məsuliyyətsizlik olar, iki dəfə məsuliyyətsizlik olar. Sən istəyirsən bundan davamlı dostluq eləyəsən axı. Məsuliyyətsiz adamlardan da məsləhətin budur ki, dostluq eləmir. Tanış qalır bu adamlardan. Hə, salam kəlam tanış. 10-cu xüsusiyyət ki, sonuncudur. Bunu deyirəm, bu 10-cuya diqqət edin. Sizi həmişə arxa plana salan adamdan dost olmuyor. Yəni bir yerdəsiz, bir dənə iş təklifi var. Sənin də o işə ehtiyacın var, onun da. Sən çəkil o mənim daha çox ehtiyacım var. Ya bir yerdə bir xeyir var, özün daha layiqli bilir ona. O dost ki, hər şeydə özün üstün bilə səndən, özün layiq bilə ona. Ya özü səni itələyə ki, özü faydalana, o insan məlum ki, səni dost olaraq görmür. Ona görə mən düşünürəm ki, dostluqda fədakarlıq şərtdir, dostluqda bəzən insan özündən keçməyi bacara və dost odur ki, səni özü olaraq görə, səni öz canından biri bilə, öz namusu olaraq görə, öz ən sevimli həyatda bir güvəndiyi insan olaraq görə. Mən əzizlərim bu 10 xüsusiyyəti yazdım və hamısı da mənfiyə doğru əlbəttə yazdım. Dedim bu 10 xüsusiyyətli insanlardan çalışın, dost olmayın və sizə ən böyük arzum budur ki, həyatda gözəl, pozitiv və yaxşı qəlbə sahib dostlarınız olsun deyə arzulayıram və sizlərə uca Allaha tapşırıram. Allaha əmanət qalın.